Təhlükəsizlik Şurasının üzvü, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərinin və dövlətə xəyanətinin detalları məlum olub. APA'nın etibarlı mənbələrinə görə Ramiz Mehdiyev Rusiyanın dəstəyi ilə dövlət çevrilişi etməklə bağlı plan hazırlayıb və bunu öz kanalları vasitəsilə Rusiyaya təklif edib. O, Azərbaycanla Rusiya arasında Azal təyyarəsinin vurulmasından sonra yaranan gərginlikdən istifadə edərək Moskvadan dəstək istəyib. Planına görə, hakimiyyəti zorla ələ keçirdikdən sonra keçid dövrü üçün müvəqqəti dövlət şurası yaradılmalı, bu qurumada özü rəhbərlik etməli idi. Lakin plan Rusiya tərəfindən ifşa olunub. Düşənbədə Azərbaycan və Rusiya prezidentlərinin görüşü zamanı Moskva tərəfi Mehdiyevin təklifini Bakıya çatdırıb. Beləliklə, Rusiya Mehdiyevdən imtina edib. Ramiz Mehdiyev uzun illər Rusiyaya yaxın şəxs kimi tanınıb, Sovet dövründən Moskvanın agentura şəbəkəsində olub, Rusiya pərəst məmurların yüksəlişinə şərait yaradıb. Azərbaycan Milli Elmlər Akademiyasına rəhbərlik etdiyi dövrdə də siyasi intriqalarla məşğul olub, istefaya göndərilib. Daha sonra Rusiyadan gələn nümayəndələrlə gizli görüşlər keçirdiyi bildirilir. AMEA-da onun dövrünə aid qanunsuzluqlarla bağlı cinayət işi aparılır.